İndi sizə Meştul baş salıram. Aa, Meştul dördüncü tərzdə gradient üzrə və daha əyləncəlidir, amma biraz da texniki olaraq bir balaca çətinliyi var. Orada xəttlər çox incədir. İlk başda tək rəng vermək lazımdır. Yəni background'unuz tək rəngdən ibarət olmalıdır. Rəngin fərqi yoxdur. İstədiyiniz rəng verə bilərsiniz, hansı uyğunsa. Öncədən yəni, o rəng verməyiniz yetərlidir. Və meştul seçirsiniz. Meştul buradadır. Bunu seçəndən sonra gəlirsiniz bir dənə boşluğa klikləyirsiniz. Axırıncı rəng nədirsə o düşür və gəlirsiniz buradan o rəngi dəyişirsiniz. Bu rəngi dəyişdik. Və dəyişmədi. Niyə? Çünki nöqtəni seçməmişəm. Bu nöqtəni seçməliyəm. Və yaxud da burada hansısa bir nöqtəni seçə bilərəm. Daha doğrusu ortalarda olur, bəzən bunlar seçilmir. Ortadakı nöqtəni seçib, ondan sonra rəngi dəyişir və rəng də verilir. Burada rəngi verdikcə görə bilirsiniz ki, rəngin dəyişimini. Burada rəngi vermiş oluruq. Və hətta bu nöqtə, həmin o orta, daha çox belə təsəvvür edin də, ə, kəsişmədən yaranan ortadakı nöqtə. Ona rəng verə bilirsiniz. Və o nöqtəni mausu bas saxlayaraq tərpədib fiqur halına gətirə bilirsiniz və buradakı kimi. Belə olanda bu səhvdir. Və belə qırılmalar varsa, sərtliklər varsa, təsəvvür yumşaq gəlir, 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 birdən sərtləşir. Bu estetikanın pozulmasıdır. Onu elə eləməlisiniz ki, yumşaq görsəniz və belə soft. Növbəti ikinci rəng atmaq istəyirsinizsə, tıklayırsınız. Axırıncı rəng nəsə o düşür. Ortadakı nöqtəyə klikləyirsiniz və gəlirsiniz fill rəngini buradan dəyişirsiniz. Rəng dəyişir. Və bunu da tutub fiqur halına gətirmək olur. Bu şəkildə. Bura üçüncü nöqtəni atırıq. Gəlirik, rəngini dəyişirik. Və bunu da dartaraq fiqur halına gətirə bilirsiniz. Bu şəkillərdə irəliləyir. Buradakı ə, qıraq xəttlər isə belə genişləndirmək üçündür. Bu şəkillərdə genişləndirmək olur. Bu da yəni sərt hala gətirir rəngi. Orada da yəni detala diqqət eləməlisiniz. Burada da bunu tərpətmək olur. Əlavə xətt olaraq genişləndirmək olur. Bunlar hamısı harda xəttlər görürsə, o xəttlər ümumi olaraq rəngin genişləndirilməsi üçündür. Bu şəkillərdə bu dağıldı. Bu belə rəngi bağlamaqdır. Gördüyünüz kimi. Əgər məsələn çıxsa selection tool bassaz, boşluğa bassaz, ortaya belə bir şey çıxır. Burada məsəl üçün səhvdir. Bu yaşıl korlayır hər şey. Görürsünüz, hər şey məsəl üçün belə yayılmış kimi gəlir, amma bu korlayır. Təzədən seçirsiniz background-u, təzədən seçirsiniz mesh tool-unuzu, klikləyirsiniz və düzəlmiş olur. İndi baxın, burada biz yaşılı tapmalıyıq. Yaşıl burada bayağı bir sərtləşib, ona görə bu qıraq nöqtələri tutub, onu yumşaq hala gətirməlisiniz. Və mesh tool bu şəkildə. Amma baxıb görürsünüz, belə sərtliklər olmamalıdır. Ona görə qabaqcadan elə işləmək lazımdır ki, sonradan bizə əziyyət verməsin. Baxın, görürsünüz, nə qədər tərpədirik, bizə müəyyən qədər sərt xəttlər verir. Belə bu artıq yanlışdır. Ona görə nə etməliyik? Silib təzədən işləmək lazımdır ki, xırda detallarla əlləşməyək. Təzədən seçdik. Mesh tool. Axırıncı rəng nədirsə o düşür, normalda görsənmir. Və kəsişmədəki orta nöqtəyə basırıq. Düşdü. Burada daha yaxşı görsənmir. Ağ rəng, ağ background yaxşı görsənmir. Bu şəkildə. Burada kliklədik. Gəldik. Rəngini dəyişdik. Bu şəkildə. Ortaya belə bir background çıxartmış olduq. Sonra da bunun üstünə götürüb yazımızı yazırıq. Teksturamızı böyüdürük. Yazı yazmaqla məşğul olmusunuz? Tekstura ilə məşğul olmusunuz? Əlbəttə. Fontlar yükləyə bilmişsiniz, bir çətinlik olmayıb? Yox, yükləməmişəm. Yükləyin, onunla da yəni. Hı. Buyurun. Belə bir yazı yazdıq. Böyütdük. Mərkəzə qoyduq. Və bu artıq bir satılıq background halına gəlir.
olur. Bunu stok mağazalarda satıb başqaları istifadə eləyə bilər. Yəni mesh tool background bu şəkildə hazırlanmış olur. Gördünüz? Rahatdır yəni. Sadəcə xırda detal, xırda nöqtə bunları biraz diqqət etmək lazımdır və soft variantları yaratmaq lazımdır. Çox qırağa çıxmalar olmamalıdır. İndi bir background hazırlayaq. Hansı ki fiqurlardan, detallardan, elementlərdən ibarət. Ə, Məsəl üçün elə linerdən hazırlayaq. Linerimizi seçdik. Linerimiz buradadır. Ortadakı gradientə klikləyirik. Sonra da liner. Və 120 dərəcəlik yox. Yox. 45 dərəcə gəlincə 45 dərəcəlik. Bu rəngi də biraz yayırıq. Rəngi gəlir. Dəyişirik buradan. Açıq olsun. Okey. Deyə belə bir backgrounddur. Kurve tool'la bir şeyler çəkirik. Axırıcı qradientdir deyə qradient rəngi özü düşmüş oldu kurve tool'umuza. Görürsünüz içi rəngə. Özü bizə rəng verdi. Bu şəkildə qıraqları çıxardırıq. İstəyirəm bu qradientin tərsinə çevirim. Bu tərsinəsi. Belə bir tərs çıxdı. Tutaq ki, biraz daha bunu aydın eləmək istəyirəmsə, gəlirəm, nöqtəni seçirəm HSP-dən bunu daha biraz. Hətta belə eləyə bilərik. Bu məsələ kopyalayıram, Ctrl-C, Ctrl-V. Bunu da tərsinə çevirirəm. Tak bunu qoyuram belə bura. Bu da belə burada olsun. Uzağını dəyişirik. Belə bir şey tərzdə. Kurve tool təzədən seçirəm. Kurve toolunu təzədən oynadıram. Random şəkildə. Bunları belə genişləndirib arxaya tabi ata bilərəm ekranları. Səhifədən kənara çıxa bilərsiniz. Məsəl üçün belə. Burada da içə dartıram. Kurve tool qabağa. Məsəl üçün bu da bu şəkildə. İstəsən burada da yer dəyişmə edib yoxlaya bilərəm necə görsənər. Yerləşməyəndə belə görsənər, okeydir. Belə tipli backgroundlarda ya tək rəngdən işləməlisiniz, yəni fiqurunuzu ya tək rəng eləməlisiniz. Ya da ki, gradient eləyirsinizsə, onda backgroundun gradientinə yaxın gradientlərlə işləməlisiniz. Yəni, buraya götürüb sarı məsəl üçün gedə bilər əslində. Sarının tonlarından. Belə tipli. Yəni, background bu havasına uyğun olmalıdır. Yəni, yoxsa nə gəldi verə bilməksə. Məsələn, bu da uyğun ola bilir. Məsələn, bura qara rəng elə də çox uğurlu deyil. Yəni, bu şəkillərdə yoxlaya bilərsiniz. Bu tipdə. Məsələn, istəyirsiniz buradakı rəng bura köçsün. Çəkdiyim fiquru seçirəm. Petkanı götürürəm. Klikləyirəm bura. Və rəng dəyişdi. Gördüyünüz kimi. Gördünüz. Ya da ki, tək rəngli fiqurla məsəl üçün işləyə bilərsiniz. Bu tiplərdə. Bu şəkillərdə işləməyimiz mümkün ola bilər. Stroke, fill, bu düyməni basaraq filldən stroke keçid eləmiş oldum. Fill rəngim artıq yoxdur. Stroke'umuzu vermiş oluruq. Bu şəkillərdə eləyə bilərsiniz. Və yaxud da bunu seçirik. Ctrl-C, Ctrl-V eləyirik. Gəlir qoyuruq bunun üstünə. Bunu da stroke çeviririk. Filldən stroke'a və stroke'umuzu veririk biraz. Belə tərzdə də biraz abu-hava dəyişmiş olur. Eyni qaydada burada. Ctrl-C, Ctrl-V. Keçiririk bura. Stroke'umuzu biraz veririk. Burada da eyni belə qayda. Görürsünüz, abu-hava atmosfer biraz dəyişmiş olur. Yəni, normalda bu filla stroke'u qarışdıranda belə tərzdə bir durumlar yaranmış olur.
Məsələn, bu şəkildə də background saxlaya bilərik. Backgroundlarda çox detalları qarışdırmaq lazım deyil. Elə təsəvvür eləyin ki, yazıya yer qoyursunuz. Müəyyən bir yazı detallarını yer qoymuş olursunuz. Hansı ki, o yazılar boşluqlarda, neqativ boşluqlarda yazılmış olacaq tipində. Məsəl üçün, teksturanı seçib, teksturanı belə dartsaz, çoxlu yazılar düşür. Bax belə. Fontumuzu dəyişirik. Mausu dartanda olur bu. Onu ağ eləyirik. Belə yazılar düşür, belə maraqlı. Random. Hansı ki, lorem ipsumlardır, belə randomdur bu. Mausu dartaraq eləyirsiniz. Və belə əlavə bir abu-hava qatır backgroundda. Buna boyda dartsaz, belə fiqur kimi çəksəz teksturanı, o qədər yazı düşmüş olur. Və göründüyü kimi. Görürsünüz. Ne qədər dartsaz, bir o qədər daha çox yazı düşmüş olur random şəkildə. Bu, məsələn, vizuallarda elementlərin necə görsənməsi, necə harmonik oynamasına şahidlik edə bilərsiniz. Yəni. O backgroundlar bu şəkildə hazırlaya bilərsiniz. Qradiyentlərdən istifadə edərək və ya müəyyən bir detallardan istifadə edərək. Aydındır bu qradiyent məsələsi? Bəli, Tamam. maraqlıdır. Hə, bu əyləncəlidir, maraqlı rənglər vermək olur bunlarına. Tamam. İndi növbəti toolu sizə göstərirəm. Mandala. Mandala necə hazırlanır? Mandala yəqin Aha, yuxarı bilirsiniz. çox Mandala. xoşlayıram. Böyle tipli mandala icazə. Bunun var tək-tək çəkmək, var müəyyən bir detallarla işləyərək çəkmək. Necədir? Məsəl üçün, bir dənə dairə götürürəm. Strok olmalıdır, filviz olmamalıdır mandalada. Fil rəng bağlı olmalıdır, strok rəngi olmalıdır. Mandalanı biraz istəsiz qalınlaşdıra bilər, istəsiz nazik də ola bilər. Fiqurumuz budur. Bu fiquru seçirik. İstəsək petkanı basıb buradakı rəngi götürə bilər, amma fil olmamalıdır. Ona diqqət eləməliyik. Fil olsa mandalamız alınmayacaq. Fildən stroka keçid elədik. Biraz strok qalınlaşdırdıq. Sonra gəlirik, seçirik. Burada rotate toolumuz var. Rotate tool. Rotate toolu seçirik. Yaxınlaşırıq. Yaşıl bir hədəf işarəsi yarandı. Bu sizdə göy ola bilər. Dəyişir yəni. Bu hədəf işarəsini tuturuq. Elə rotate-dən çıxmırıq ha. Elə rotate tool seçən kimi hədəf işarəsi çıxır. Sonra bu hədəf işarəsini tuturuq. İstədiyimiz yerə aparırıq. Məsələn, tutaq ki, bura qoyuram mən. Ondan sonra mausu gətirəm, qoyuram qırağa. Alt düyməni basıb saxlayıram. Alt düyməni basıb saxlayanda belə iki dənə mouse işarəsi yaranır. Alt düyməni buraxmadan mausu klikləyərək dartıram, buraxdım. Ops. Bir dəqiqə. Təzədən bunu eləməliyik. Əlimi buraxdım deyil, getdi. Bir də əli buraxan kimi gedir o. Rotate tuturuq, qoyuruq bura. Alt düymə, mouse. Buraxdıq. Və iki dənə yarandı. Ondan sonra Ctrl-D. Ctrl-D-yə basırıq. Çoxlu. Basıb saxlaya da bilərsiniz. Basıb saxlayanda ortaya bu şəkildə özü rotate ətrafında fikir verin və bu rotate ətrafında hərəkət eləməyə başlayır. Görürsüz? Fırlanır. Ctrl-D-ni basıb saxlamışam. İstədiyim qədər fırlada bilirəm onu. Və harada istəsəm orada dayanıram. Selection tool buraxıram və ortaya belə bir şey çıxmış oldu. Bu da bir abstract background sayılmış olur. Mandala üsullu. Təbii ki, mandalanın tərzləri çoxdur, amma illüstrator səviyyəsində bu şəkildə hazırlanır. Burada yəni bunlar da var. Bunlar əslində tək-tək çəkilə də bilir və yaxud da ki, bunun bir hissəsi, parçası hazırlanılır. Sonra rotate'in ətrafında fırlanılır. Başa düşdünüz? Yəni, detallı bir şey hazırlamaq istəyirsinizsə, müəyyən bir parça şəklində işləyirsiniz, sonra rotate ətrafında fırladırsınız onu və ortaya belə bir mənzərə çıxmış olur. Yəni, bu fikirləşin, mən bir dənə tək fiqurla fırlatdım. Ümumi böyük bir şeylə də onu fırlatmaq olar rotate ətrafında. Başa düşdünüz? İndi burada rənglər qarışıqdır. Bir dənə də başqa cür eləyək. Məsələn, üçbucaqla eləyək.
Yenə stroke, amma tək rəng veririk. Məsələn, yumşaq olsun bu dəfə bu. Biraz belə yumşaq tərzli bir şey olsun. Seçdim. Rotate tool. Rotate'i bu dəfə bura atdım. Məsəl üçün. Gəldim alt düymə və boşluqda basıram alt düymə. Dartdım. Sonra Ctrl D və ortaya belə bir şey çıxdı. Burada məsələn saxladım. Biraz gedə bilərəm. Məsəl. Və ortaya belə bir mandala çıxdı. Gördünüz? Yəni Düzdür. bunun texniki işləməsi bu şəkildədir. İstədiyiniz bir elementdən, fiqurla bu şəkildə hərəkət etdirərək bunu eləyə bilərsiniz. Gördünüz, rahat əslində. Bunlar hamısı backgroundlarda fiqurları, detalları, elementləri istifadə eləmək üçündür. Yəni sırf background, arxa planlarda işləmək üçündür. Bunu məsəl üçün götürüb seçirəm hamısını. Belə mausu dartıram, hamısı seçilir. Sağ düyməyə basıb qrup burada çıxmayıbsa, property hissəsini gəlirəm. Quick action hissəsində qrup hissəsi var. Qrup hissəsinə basıram, seçildi hamısı. Bunu məsələn qırağa qoyuram. Opacity-sini azaldıram. Belə qıraqda, arxa planda görsənsin belə yüngülvari şəkildə. Burada da başqa bir detallar və yaxud da yazılar filan və o da bir background. Ya da posterlərin arxa planlarında istifadə edilə bilər. Belə detallar ümumiyyətlə əgər üzərinə yazı yazılacaqsa, arxa planda opacity azaldılmış şəkildə və yaxud da blur verərək. Bəs yaxşı illüstrasiyada blur necə verir? Seçdim, opacity-sini artıraq. Bu elementi seçən kimi hamısı seçilir. Property hissəsinə gəlirik. Property hissəsində FX hissəsi var. FX bölməsinə gəlirəm. Burada blur var. Blurun bir neçə növü var. İndi sadəcə sizə Gauss'un bluru göstərəcəm. Gauss'un bluru seçirəm. Belə bir pəncərə açıldı. Radiusu sadəcə var. Preview quş qoyulmuş şəkildə olmalıdır. Preview quş qoyulmuş şəkildə olandan sonra radiusu oynadıram. Məsələn, az olanda blur az olmuş olacaq, tərsinədir yəni. Radiusu çoxaltdıqca blur çoxalır. OK eləyirəm və blur verildi. Gördüyünüz kimi. Gördünüz? Hmm. Yəni adi bir blur daha da backgroundda bir gözəllik vermiş olur. Background daha da bir müəyyən bir detal vermiş ola bilir. Məsələn, posterlərdə görə bilərsiniz, məsələn ki, orada nəsə uçuşur, ona blur verirlər. Qəşəng, maraqlı bir abu-hava göstərmiş olur. Tək bir toxunuş ümumi olaraq dizaynın görüntüsünü çox dəyişə bilir. Bu mandala idi. Sonra bu toolları indi sizə göstərəcəm. Knife-ı keçən səfər dedim. Logolarda istifadə eləmək üçündür. Sliced text effektə kimi yaratmaq üçün yazıda da knife. Yadda düşdü knife hissəsi. Bəli, bəli, kəsildik. Aha. İndi bunu göstərmişim. İndi bu iki tool'u göstər. Bu pozandı. Bu isə diaqonal şəkildə kəsmək üçün olan qayçıdır. Məsəl üçün, bir fiqurdan yola çıxacağıq. Bunda önce iç rəng verməlisiniz. Bu pozandır. Pozan neyindir? Pozanın üstünə iki dəfə basırsınız. Bu pozan tool'u seçəndən sonra iki dəfə tıklayırsınız. Eraser Tool Options'ın interfeysi açılır. Burada bunun bucağıdır. Bu isə roundness'dur. Yəni forması. Dairəmizin forması. Dairəmizin forması dəyişəndən sonra bucağı da dəyişməsi görsənə bilər. Və yaxud da tam eləyə bilərsiniz. Bu isə size'dır. Yəni ölçüsü. Hansı ölçüdə silməsini istəyirsiniz? O tool'unuzun dairəmizin forması nə boyda olsun? Onu seçirsiniz. Qalanlar olduğu kimi qalır. OK eləyirik. Dairə biraz genişləndi. Və basıb saxlayaraq belə bu şəkildə silirsiniz. Belə. Siləndə də özü səliqəyə salır.
Seç tool seçirsiniz və ortaya belə bir detallar çıxır. Hansı ki, sonra bunları seçib tərpədə bilirsiniz. Baxın. Puzzle kimi elə bilin ki, sizin üçün bölür. Görürsünüz? Puzzle kimi. Məsəl. Gördünüz, bir dənə fiqurdan bu belə bir şey çıxartdıq. Bu üsul Bauhaus üslubunda yaxşı istifadə eləmək olur. Bauhaus üslubu nədir? Onu gələcək dərslərimizdə hələ var. Yəni o posterlərdən sonra Bauhaus dərsləri keçəcəyik. Almaniyada onun məktəbi var hətta. Xüsusi olaraq belə bir nümunə kimi göstərim sizə. Buydu. Bauhaus. Bu üslublarda işləmək üçündür. Bu yəni müharibə dövründə Hı. 41-ci ildə var idi, amma Hitler tərəfindən qadağa qoyuldu Bauhaus. Ondan sonra yenidən fəaliyyətə başladı. İlk dəfə memarlıqdan əslində yola çıxıb. Memarlıqdan olan detallar görə bilərik Bauhausda. Sonra da artıq qrafik dizaynə keçid edildi və Bauhaus adında məktəb hətta var. Onun haqqında oxuya da bilərsiniz. Orada təsəvvür edin ki, fontların ayrıca aylarca dərsi öyrədilir. Aylarca illüstrasiya dərsi öyrədilir. Yəni hər şey parça-parça aylarca öyrədilir və xüsusi üslubla, hansı ki, Bauhaus üslubuna öyrədilir. Bauhaus budur. Yəni puzzle şəklində işləyərək backgroundlar hazırlamağa, posterlər hazırlamağa fikir verin. Və həmin o pozan üsulu ilə və yaxud da knife üsulu ilə bunları eləmək olar. Çünki bunlar parçalanıb, sonra gəlib belə ayrıca rənglər də vermək olur. Bu şəkildə ayrıca rənglər də veririk. Ortaya elə maraqlı bir, əyləncəli bir şeylər çıxmış olur. Bunu hamısı seçib, böyüdüb, background da eləyə bilirik. Bu şəkildə. Oldu background. Gördü, sadəcə bir dənə fiqurdan, bir dənə pozandan istifadə edərək bir background hazırladıq. Sonra, bəs bu qayçı nədir? Bizim qayçımız nədir? Bu qayçı çox da istifadə edilən bir şey deyil əslində, amma bəzi durumlarda lazım ola bilər diaqonal şəkildə kəsmək üçün. Backgroundumuz seçilmiş halda olmalıdır. Ondan sonra qayçını seçirik. Qayçını seçəndən sonra diaqonal şəkildə çəkməliyik. Amma tıklayaraq, mausu basıb saxlayaraq yox, klikləyərək olmalıdır. Bir bura klikləyirəm. Bir dənə bura klikləyirəm. Ay, çəkdi mənim üçün özü. Bir dənə də bura klikləyirəm. Gördünüz? Üçbucaq şəkildə kəsdi. Sonra gəlib Direct Selection Tool seçirəm. Direct Selection Tool nə üçündür? Direkt olaraq qruplaşmış elementlərdə olan detalı seçmək üçündür. Selection Tool'un yanındadır. Direct. Hı. Direct Tool seçirəm. Qırıqları seçib delete düyməsini basıram. Qırığı seçib delete düyməsini basıram. Bunu da seçdim, bastım. Və diaqonal şəkildə bir kəsim əldə elədim qayçı ilə. Yəni, qayçı bu şəkildədir. Qayçının işləmə detalı budur. Yəni, çox da belə wow tipdə işləyən bir şey deyil, çox da istifadə edilən bir şey deyil, amma əlavə olaraq bilməyimiz yetərlidir. Sonra axırıncı sizə qradienti keçdiyimiz üçün backgroundlarda istifadə edilən blend tool-u indi göstərəcəm. Jelibon hazırlamaq üçün. Blend tool background yazanda belə tipli backgroundlar çıxır. Və bunlar. Və belə tipli elementlər necə hazırlar? Asandır. E, Belə baxanda adama şey gəlir ki, oyda bu necə hazırlayırlar filan. Amma rahat bir şəkildə üsulla bunun hazırlanması var və maraqlı bir detallar çıxartma olur ora. Backgroundlar istifadə edilir. Və necə hazırlanılır? Gəlirəm, məsələn, dairədir. Dairəni seçdim. Qradiyent vermək tövsiyə olunur, çünki bu tipli işlər 3D halında görsənməsi üçün qradiyent olmalıdır. Əslində 3D-nin 3D kimi görsənməsi qradiyentlərdən və kölgələrdən olur. Əslində qradiyent də bir kölgənin bir hissəsidir. Qradiyent seçdim. Adi bir şəkildə qradiyent verir və bu arada blend tool-u işlətmək istəyirsinizsə, ancaq liner ya da radialdan istifadə etməlisiniz. Normalda ancaq linerdən istifadə edilir. Freeform qradiyentdə, mesh tool-da blend tool işləmir. Ancaq linerlə.
Rəngi verdik. Məsəl üçün. Bunu öz sırasına artırmaq istəyirəmsə, gəlirəm bura. Mausu belə gətirəm fiqurun qırağına. Alt düyməni basıb saxlayıram. Alt düymə ilə mausu basıb saxlaya bir dənə belə dartıram. Məsafə qoyuram biraz. Ups. Yenə gizli tutdu. Buraxdım. 2 dənə məsafə yəni. Sonra Ctrl D eləyirəm. Eyni məsafədə mənim üçün artırır işi. Gördüyünüz kimi. Bu hamısını seçirəm. Balacalaşdırıram. Və bunu indi aralarını doldurmalıyam. Hamısını seçəndən sonra bunun aralarını necə doldururam? Hamısını seçdik. Gəlirik Object, Blend və Make. Birləşdir. Birləşdirdi. Burada nəsə mənə belə artıq xəttim var ya. Evet, dəqiqə mane olmaz. Və birləşdi. Birləşdi. Sonra seçirəm bunu. Curve tool seçirəm. Curve toolda stroke-la, iç rəngdən yox. Curve tool-la məsəl üçün bir şey çəkirəm. Məsəl üçün belə bir şey çəkdim, tutaq ki. Escape-də basıram. Bunu gətirəm, qoyuram qırağa belə. Bunlara hamısını seçirəm. Yəni çəkdiklərimi və curve tool-u seçirəm. Sonra gəlirəm Object, Blend və burada Reply Spine düyməsi var. Üçüncü bölmədə, doğrusu 1, 2, 3, dördüncü bölmədə birinci. Buna klikləyirəm, birləşdi. Gördünüz? Belə bir şey çıxdı ortalığa. Və sonra əslində Ctrl-Y eləyib eskizə baxa bilərəm. Ctrl-Y eləyirəm. Burada bir dənə külbaş çıxıb ortalığa. Bir dənə fillər. Seçdik. Bunu necə sildim? Ctrl basıb saxlayıram. Silmək istədiyim yeri klikləyirəm. Sonra delete düyməsindən basıram. O lazımsız detalı götürür. Burada da bunlar çıxır. Ctrl basıb saxlayıram. Silirəm. Düzəldi. Tək bu qaldı. İndi bu əslində arıq-marıq bir şeydir. Ctrl-Y-yə basıram, klikləyirəm. Və budur. Eskizim budur əslində mənim. Sadəcə o effekt təzən Ctrl-Y-yə basıram. Ortaya belə bir şey çıxartdı. Və bunu editləmək olur. Necə? Məsələn, seçdim, çəkdim. Bir dəfə klikləri hamısı seçilir. Gəlirəm Object, Blend və burada Blend Options var. Yəni çəkdiyim blendin tənzimlənməsi. Çıxır bu. Bu hissəyə klikləyirəm, Smooth Color hissəsi klikləyirəm. Space Steps var. Və burada rəqəmi artırıram. Klaviaturanın oxunu istifadə edərək rəqəmi artırıram və yumşaq şəkildə və yaxud da ki, belə lay çox görsənir şəkildə, əgər belə görsənməlisizsə, bu rəqəmi az eləməlisiniz. İstəyirsiniz soft görsənsin, rəqəmi artırırsınız. Bu şəkillərdə ortaya iş çıxmış olur. OK eləyirəm. Curve tool seçib, istədiyim bu xəttlərdən, bax, eskiz görsənir də, bu ancaq eskizlərdən hansısa birinə klikləyirəm, nöqtə çıxır, Curve tool kimi bunu oynada bilirəm və forma verirəm. Darta bilirəm bu şəkillərdə, görürsünüz. İstəsəm başlanğıca klikləyirəm. Bax, harada eskiz varsa, ora, onu Ctrl-Y eləyəndə bu eskizlər görsənir. O eskizlərə klikləyirsiniz. O eskizləri formaya verə bilirsiniz. Bu şəkillərdə oynadaraq onu daha da fərqli hala gətirməyimiz mümkün olmuş olur və ortaya maraqlı bir blend işi pozisiyası çıxmış olur. Başa düşdünüz bunda? Bəli. Yəni, bunlar hamısı backgroundlar üçün idi. Hansı ki, ümumi təkcə backgroundlar hazırlamaq anında istifadə edə biləcəksiniz. İstəsəz, sonra indi web bannerlər, sosial media postlarla billboardlar orada arxa planlarda istifadə edə biləcəksiniz. Yəni, bunlar çox önəmli vasitələrdir. Bugünkü dərslə bağlı nə sualınız, nə sözünüz, nə qaranlıq qaldı? Elə ki, yoxdur, işləyəndə Hı. olacaq. Çalışın, vaxtlara bölün.
Vaxtınızı idarə etmək üçün pomofox.io-dan istifadə edə bilərsiniz. Bu Pomodoro texnikidir. Hı Bilmirəm, hı. Pomodoro texniyi bilirsiniz? Bəli, bəli. Pomodoro Məlumatım. texniyi işləyə bilərsiniz. Bu sizə çox köməli ola bilər. Bir günə saxlamayın tapşırıqları. Hər gün 1 saat yarım işləyin, daha rahat olsun, tələm-tələsiyə düşməyəsiniz. Tapşırıqları hamısını vaxtında eləyin. Bu dəfə nəzərə alıram, amma gələn səfər cəza olaraq tapşırıq sayınızı artıracağam əgər çatdırmasanız. Nəzərə alın bunu. Oldu. İndi bir dənə borcunuz var mənə. 3 dənə də Hı təzə hı. tapşırıq verəcəm. 4 dənə tapşırığı ikinci günə qədər çatdırmalısınız. Tamam. Okay. O zaman yaxşı günlər diləyirəm sizə. Dincəlin. Videonu da göndərirəm sizə. Hı hı. Çok sağ olun. Buyurun, siz sağ olun.